Bu gün Azərbaycan İdman Akademiyasında məzun günü qeyd edilir və mən çox xoşbəxtəm, çox sevinirəm ki, mənim bu akademiya ilk tələbələrim hansı ki qədəm qoymuşdu, onlar bu gün artıq məzun olurlar, təhsilin bakalavriat pilləsini uğurla başa vurdular. Rəşad Mehdiyev və Aygünlüyün onlara bundan sonraki karyeralarında, həyat yollarında bol-bol uğurlar arzulayıram. Zaten bu 4 il ərzində akademiyanın tədris etdiyi bilikləri öyrənməkdən savayı düşünürəm ki, Alpman Taekwondo klubunda da böyük təcrübə yolu keçdilər. Həm məşqçi kimi, həm idmançı kimi Rəşad Mehdiyev həm də milli dərəcəli hakim adını alıb. İnanıram ki, onların gələcəkləri daha parlaqdır. Mənim bundan qətiyyən şübhəm yoxdur. Hər zaman onların yanında olmağa çalışmışam, dəstək olmağa çalışmışam. Bundan sonra da onlara nə dəstək lazımsa bu yolda dəstək verməyə hazıram və hər birini canı könüldən təbrik edirəm, uğurlar arzulayıram. Hər kəs salamlayıram. 4 illik bakalavr təhsilimi artıq başa vurdum. Buradan iş başda bütün məzunları təbrik edirəm. Gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Akademiyaya daxil olduqda qabiliyyət imtahanına hazırlaşdıran Süleyman müəllimi, həmçinin Zahid müəllimə təşəkkürümü bildirirəm. Allah Süleyman müəllimi rəhmət eləsin. Və buradan digər yoldaşlarıma, digər oxuyan yoldaşlarıma uğurlar arzulayıram. İnşallah ki, kəsərsiz akademiyanı bitirərlər. Bu 4 il ərzində bir çox biliklər əldə etdim. Həmçinin məşqçilik fəaliyyətim də var idi. Hər kəsi salamlayıram. Bugün artıq məzun oluram. Hər bir məzun olan tələbələri təbrik edirəm. Gələcək karyeralarınızı uğurlar arzu edirəm. Və ilk öncə mənim İdman Akademiyasına qəbul olmağıma böyük əziyyəti keçən Zahid müəllimə, həmçinin Süleyman müəllimə, Allah ona rəhmət eləsin, böyük təşəkkürümü bildirirəm. Bu illər ərzində bir çox bilik baza vərdişlərə yiyələndim. Gələcək məqsədim isə magistratura üzrə təhsil almaqdır. Öz həmkarlarım Rəşadı, Aygünü məzun olduqlarına görə təbrik edirəm. Onlara yeni həyatlarında, yeni karyeralarında çoxlu nailiyyətlər, bol-bol uğurlar arzu edirəm. Rəşad qardaşım, təbriklər, Aygün, təbriklər.